Tibb ərazi bölmələrini idarə etmə birliyinin əmri ilə diş texniki kimi çalışan şəxs diş həkimi vəzifəsinə təyin edilib. Bununla bağlı hətta əmrin fotosu da sosial şəbəkələrdə paylaşılıb. Əmrdə göstərilir ki, 2025-ci il aprelin 18-də Goranboy rayon mərkəzi xəstəxanasında diş texniki vəzifəsində çalışan şəxsin diş həkimi ştatına keçirildiyi əks olunub. Əmri imzalayan şəxs xəstəxananın baş həkimi Arzu Teymurov, diş həkimi vəzifəsinə keçirilən isə Ağayar Sərdarovdur. Mövzu ilə bağlı təbibə ünvanladığımız sorğuda bildirildi ki, Goranboy rayon mərkəzi xəstəxanasında diş texniki vəzifəsində çalışan Ağayar Sərdarovun əmək müqaviləsində hər hansı bir dəyişiklik olunmayıb. O, diş texniki vəzifəsini icra edir. Onun diş həkimi vəzifəsinə keçirilməyi ilə bağlı xəstəxana tərəfindən verilən əmrin hüquqi qüvvəsi yoxdur. Təbibdən o da bildirildi ki, diş texniki orta tibb ixtisası hesab olunur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə diş həkiminə qarşı tələblər də eynidir. Bu açıqlamadan belə məlum olur ki, diş texnikinin diş həkimi kimi işləməsinə icazə verilir.